Bismillah, bürclərin 6 marta ən düz pul proqnozu. 6 mart üçün ən dəqiq pul proqnozu qısa və konkret. Qoç, pul gəliri mümkündür, amma xərclər də paralel arta bilər. Riskli yatırım etmə. Boğa, maddi baxımdan sabit gündür. Köhnə borc və ya gecikmiş pul gələ bilər. Əkizlər, gözlənilməz xərc çıxa bilər. Kart və onlayn ödənişlərdə diqqətli ol. Xərçəng, pul enerjisi açıqdır. Kiçik qazanc və ya uğurlu alış-veriş mümkündür. Şir, iş ilə bağlı əlavə qazanc şansı var. Xüsusilə rəhbərliklə danışıq faydalı ola bilər. Qız, pul planı qurmaq üçün ideal gündür. Yeni gəlir mənbəyi haqqında fikir yarana bilər. Tərəzi, pul gəlir, amma tez çıxar. Günü balanslı idarə etsən qazanc qalacaq. Əqrəb, gizli və ya əlavə qazanc şansı var, amma heç kimə maddi planlarını açma. Oxatan, orta şanslı gündür. Riskli borc vermək və ya almaq məsləhət deyil. Oğlaq, pul baxımından ən güclü bürclərdəndir. Bu gün iş təklifi və ya qazanc artımı ola bilər. Dolça, maddi qərar vermək üçün uyğun gün deyil. Səbirli ol. Balıq, şanslı alqı-satqı mümkündür. Xüsusilə axşam saatlarında pul enerjisi yüksəlir.